Axşamınız xeyir. Salam. Salam müəllimə. Salam. 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 Deyirəm cavab. Bir dəqiqə tələsini mən. Hə, tamam. Oxuyursunuz ki? Yox, yox, hep yox. Tamam. Gözləyirik. Deyin. Deyim. 1-2 dadaş. Hə. 1-2 dadaş. 3 salam. 4 Mən test qəbul sualını deyirsiniz, də zəhmət olmasa təzəliyəm. Üçü deməz axı. 1-2 dadaş. 3 4 5-6 7-8 9-10 Bakı 11 12 13 14 dadaş 15 Necə müəllim? Bir dəqiqə, On- 13 nə? 12 13 14 dadaş 15 16 17 18 19 20 Bakı Müəllim 16, 17, 18 nə oldu? Set getdi, eşidə bilmədim. A. Ümumi vəziyyət. 5 səhv məndə. Aha. Başqa? Dörd, tamam. Digər müəllimlər, sizdə necədir vəziyyət? Məndə 9 səhv. Çox. 4 səhv müəllimə. 9 səhv çoxdur Lalə xanım. 4-5 səhv. 5 səhv məndə müəllim. Belə ortalama deməli 5 səhv. 4-5. Getdik. Buyurun. Belə birə baxaq. Müəllim əlini müşahidə edərkən görür ki, o çox məyusdur. Çox güman edirəm ki, B variantı yazmısınız. Bəli, mən Bəli, deyirəm. bəli. Müəllimə. Mən elə bir görürəm ki, əli məyusdur. Sonra gedirəm Əliyə emosional dəstək olmaq üçün gedirəm Əlinin dostları ilə, ailəsi ilə Əli haqqında danışıram. Niyə danışıram? Əliyə necə kömək olum, necə dəstək olum deyə. Bizə də deyir ki, müəllimin burada atdığı addım necə adlanır? Başqasının nöqteyi nəzərini daha yaxşı qavramaq. Yəni Əlinin nöqteyi nəzərini daha yaxşı qavramaq üçün gedirəm onun dostları ilə, ailəsi ilə danışmağa. Əslində bu sadə sualdır. Bunu necə səhv edə bilərsiniz? Yəni niyə deyirəm necə səhv edə? Artıq siz bir neçə günə miqə qatılacaqsınız da, düzdürmü? Və may qrupu da deyilsiniz. Uzun müddətli qatılırsınız bura. Birazcıq, yəni daha dərindən düşünsəydik, bu sual asan sual idi. Şəxsi emosiyalardan agah olmaq, bu nə belə deyim də, bu nəzəriyyə sualıdır. Mən sizə həmişə deyirdim ki, çox belə şayələr gəzir, nəzəriyyə sualı düşür və mən həmişə deyirdim ki, sizə nəzəriyyə sualı mən nəzəriyyəyəm demir. Nə adı gedir, nə nəzəriyyəçinin adı gedir. Bu Daniel Goleman nəzəriyyəsidir. Vəziyyətə daha pozitiv yanaşmaq, motivasiya, şəxsi emosiyalardan agah olmaq, özünü dərk, münaqişələri həll etmək, münasibətlərin idarə olunması, bu da empatiya. Getdik birdən sonra.
4 müəllim. 4. 3 müəllim. 3 məndə də var idi. Hə, 3-də də O ümumiyyətlə sualların içində ən çətin kimi gəldi mənə. Heç cür anlaya bilmədim sualı. 2 Tamam, 3 Nərmin xanım. yazmışdım mən. Sualı belə verim sizə Nərmin xanım. Bu təlim modelləri keçmişliyi, problem əsaslı, layihə əsaslı, sorğu araşdırma, oyunlaşdırma, onlar yadınızdadır? Bəli. Ay sağ ol. Hə, indi bu sual sırf sorğu araşdırma əsaslı var idi. 5E, bir də sorğu araşdırma. Bax odur. Ay sağ ol. Sorğu araşdırmanın da 5 komponenti vardı. Əslində çox asan mövzuydu. Nə idi 5 komponent? Müəllim birinci maraq oyadırdı. Sonra əsas sualı qoyurdu, fərziyyələri toplayırdı. Sonra uşaqlar araşdırmaya gedirdi. Ondan sonra nəticəyə gəlirdilər, araşdırandan sonra nəticəyə gəlirdilər. Sonda da müzakirə edirdilər. Müzakirə Düzdürmü? var, hə. Orada nəsə düzəltmək yoxdur. İndi bizə də deyir ki, heç mən üçüncü sual idi da, hə. Heç mən bu sualı oxumuram. Bir dənə bildim ki, sorğu araşdırmadır və mənə deyir ki, zid olar. Yəni ki, yanlışı tap. Deməli, burada 2-yə baxaq. Şagirdlərə tullantılan təkə emosion funksiyalı qurğu hazırlamalarını tapşırır. Sorğu araşdırmada hazırlamaq yox idi. Hazırlamaq layihə əsaslı da var idi, bir də dərsdə layihədə. Qalan heç birində hazırlamaq yox idi. Problem əsaslı da sadəcə problemə həll yolu irəli sürürəm. Sorğu araşdırmada araşdırıb nəticəyə gəlirəm. 5E də onun kimi. Birbaşada ümumiyyətcə bunların heç biri yoxdur. Oyunlaşdırmada da heç nə düzəltmək yoxdur. Bir dənə düzəltmək, nəyisə hazırlamaq, hələ qurğu hazırlamaq ya layihə əsaslıdır, ya da dərsdə layihədir. Yəni bir zid budur. Bir də məsələn 3 götürmüsüz də, çox güman ki, şagirdlər müxtəlif material parçalanma sürətlərini araşdırmaq üçün eksperimentlər aparmalarını təmin edirlər, əməl başda araşdırma edirlər. Bu var sorğu araşdırmada. 5-də deyir ki, sənədli film izlədib xülasəni yaz. Həm sorğu araşdırmada belə şey yoxdur, həm də burada harda da araşdırma. Mən videoya baxıram, sənədli filmi izləyirəm və qeydlərimi götürürəm. Burada araşdırma yoxdur. Zid olan 2-5. Yenə də deyirəm, əslində, mən çətin sual olanda zaten deyirəm ki, hə, bu 2 başlı sual idi. Bu çətin, bilirdim ki, məsələn, burada səhv edərsiz. Amma iminli bu 2 sualda diqqətli olsaydınız, bu 2 sual yəni yazıla biləcək sual idi da, çətin deyildi. Getdik. 4-ə baxaq müəllim. 4. Hə, bu məsəl üçün orta sual idi. Necə sual idi? Burada da bəzi müəllimlər çaşıb, indi yəni ki, siz də elə götürmüsünüz, daha sözünə görə təhlil götürürlər. Amma mən deyirəm, kurikulumda həmişə bir istisnalar olur. Məsələn, mən sizə qayıdıb desəm ki, ay müəllimlər, dünyanın ən hündür şəlaləsi hansıdır? Deyəcəksiniz təhlil. Yox, yadımıza salacaq da biz bunu keçmişik, bax, yadımıza salacaq. Yəni xatırlamaq mərhələsi. Əzbərçi sualdır, amma ən hündür dedim. Qüvvətləndirici ədatdan istifadə elədim. Dedim axı, həmişə istisnalar var. Biz, belə deyim də, kurikulum tərif deyil, %100 heç nə deyənmərik. Mahiyyəti anlamalıyıq. Mənə deyir ki, şagird təqdimatını daha yaxşı təqdim etmək üçün. Bax, burada daha yaxşı. Hanı burada önə çıxarma? Mən burada nəyi təhlil elədim ki? Nəyi müqayisə edib içindən nəyisə önə çıxartdım? Nəyi araşdırıb içindən nəyisə dahanı önə çıxartdım? Belə bir şey yoxdur axı. Daha yaxşı təqdim etmək üçün müxtəlif üsulları, yəni əlində olan, var olan üsulları sınaqdan keçirir. Bu o zaman təhlil olardı ki, deyərdi müxtəlif üsulları sınaqdan keçirib, içindən özü üçün ən yaxşısını seçdi. Hə, bu oldu təhlil. Bu sınaqdan keçirir tətbiq. Təcrübədən keçirir, sınaqdan keçirir. Getdik. 5-ə də baxaq, 5-də. 5-ci sualı da biz 1 milyon dəfə bunu deyirik. 1 milyon dəfə. Düstura, qaydaya əsasən deyirsə anlamaq mərhələsidir. Da bunu biz suya belə gecə o müəllimlər deyir, yuxudan durğuzsalar deməliyik. Düstura, qaydaya əsasən Ohm qanunu olsun, Pifaqor teoremi olsun. Ya da ki, sadəcə söz olaraq yazıb, düstura əsasən, qaydaya əsasən. Anlamaq. Yəni, bu bir qayda olaraq belədir. Çox güman edirəm ki, tətbiq yazmısınız. Getdik. 5-dən sonra getdi. Şagird tapşırığı yerinə yetirir. Cavabı tapa bilmədiyi an yenidən. Hə, burada da çox güman edirəm ki, B yazmısınız ki, müəllim lazımi məqamda dəstək göstərmə. Düz deyirsiniz, lazımi məqamda göstərməli idi. O lazımi məqam buradaydı.
cəhd edir ha. Deməli edə bilmir. Bəs mən müəllim olaraq davamlı müşahidəçiyəm. Mən görürəm, axı mən müşahidə edirəm. Mən görürəm ki, mənim şagirdim edə bilmir. Bu hələ bir də yenidən cəhd edir. Mən bu məqamda ona dəstək olmalıydım, olmamışam. Daha doğrusu bu lazım deyil. Uşaq artıq qapalı düşüncəyə düşüb, təslim olub, artıq yerinə yetirmir. İndi bu an müəllim nə etməlidir? Hə, E variantı düzgün gəlir. Bu da nəzəriyyə sualıdır. Karl Dweck. Görürsüz, cəhd, ümumiyyətcə yenidən cəhd etmək, qapalı düşüncəyə düşmək, hamısı görürsüz nəzəriyyə. Düzgün tərifləmə metodundan istifadə edərək şagirdlərdə öz bacarıqlarına inamı artırmalıdır. İndi burada bir dənə sual çıxacaq. Ay müəllim, axı tərifləmək olmazdı. Deyirəm axı düzgün tərifləmə. Emosiyalara yönəlik yox. Onun deyəcəksiniz ki, bir dənə də belə bir sual çıxacaq. Ay müəllim, bu onsuz da heç nə etməyib. Bu nəyini tərifləyək? Cəhdi belə tərifləməlidir. Yəni onun ən kiçik uğurunu belə. Hətta sizə həmişə belə nümunə çəkirdim. Şagird tapşırığı yazıb gətirib mənə. Yoxluyuram, səhv. Hə, neyniyim? Bu nədir yazmısan, səhv? Deyirəm ki, bəli, tapşırığını yoxladım. Çoxlu səhvlərə yol vermisən. Amma sənin bayaqdan etdiyin səyləri və yaxud da ki, cəhdləri yüksək qiymətləndirirəm. Uşaq ən azından görsün ki, mənim etdiyim cəhd belə qiymətləndirilir. Deməli, mən təslim olmamalıyam, mən elə cəhd etməliyəm. Davamlı reaksiya, yəni çoxsaylı reaksiya göstərməliyəm. Hə, yəni müəllimin bu an artıq uşaq təslim olub. Bu an göstərəcəyim budur. Hə, harda mən dəstək ola bilərdim? B variantı göstərir, lazımi məqamda. Lazımi məqam buradaydı. Getdik. 6 yapdıq. 6. 6 nədir? 6. 6, hə, 6-da da nədir? Özdə sizdə ingilis dildə düşə bilər. Dinləyib Niyə anlamı. yazmışdın? Sinektika. Zigzag. Zigzag Bəli, ay sağ ol, zigzaqdır. Çünki uşaqlar bir-birinə birinci oxuyub anlayırlar, sonra gəlib bir-birinə danışırlar və danışma. Sonra da bir-birinə danışarkən dinləyib anlayırlar. Bəli, təhlil edə bilərlər əsəri və əməkdaşlıq çünki qrup işidir. Sinektikada ümumiyyətcə oxumaq yoxdur. O problem həll etmədir. 2 qrup olur, bəli, qrup var, əməkdaşlıq var. Amma oxuyub anlamaq yoxdur. Orada bir qrup digər qrupa problem irəli sürür, digər qrup problemə həll yolu tapır, öz aralarında müzakirə edə bilərlər, bir neçə həll yolu tapıb bizə irəli sürürlər. Problemi irəli sürən tərəf həll yolunu da özü seçir. Budur sinektika. Mənası da müxtəlif cinsi elementlər. Başa düşdüm. Getdik. 13. 13. Bəh. Hə, bu sizin ixtisas olmadığına görə səhv yazmanız normaldır. Bunu fiziki tərbiyə müəllimləri səhv yazsa, onları qınayacağam ki, sən bunu səhv yaza bilmərsən. Amma çox şükür hansılar işləyibsə bunu düz yazıb. Çünki onlar artıq öz ixtisasdır deyə daha rahat bilirlər. Deməli, burada əgər çox güman ki, ya dəqiqlik yazmısınız, ya təbiiləşmə yazmısınız. O da dəqiqliklə olur deyə. Ay sağ ol. Burada əgər bu mötərizənin içindəki söz olmasaydı dəqiqlikdir. Hə, ya da ki, yenə də bu mötərizənin içindəki söz olmasaydı, dəqiqin yerinə asanlıqla olsaydı təbiiləşmədir. Burada artıq mötərizənin içindəki sözlər var. Müxtəlif manevrlardan istifadə edir və topu səbət atır. Bu artıq bir neçə hərəkəti eyni anda koordinasiyalı şəkildə etdiyinə görə artikulyasiyadır. Ki, sizdə yəni bu ən çox düşər, bu taksonomiyada psixomotor, ən çox düşər fiziki tərbiyə, musiqiyə düşər, təsvir incəsənət, texnologiya, ən çox ona. Sizi ən çox düşəcək idrakdan. Mən Getdik. də o bilmirəm. Getdik. Mən 12-yə baxardım. 12-də də yəqin ki 4M1KH yazmısınız. Yox, 3-2-1-i yazmışam. 3-2-1. 3-2-1 refleksiya üsuludur. Burada hanı refleksiya? Mən sualları gördüm deyə elə bildim ki, Yəni heç 3-2-1 deyil də sualları görsək, yəni səhv yazanlar adətən eyni yazır. 4M1KH. Onlara da deyirəm ki, sən ola bilər burada necəni görmüsən, yenə necəni görmüsən, nəni görmüsən. Amma 3 dənə görürsüz 3N yazmayıb. 3N yazsaydı burada bu apellyasiyalıq sual olacaqdı. Çünki mən o 2 görüb elə ağlımda niyəsə o qalıb. Başa düşdüm. 3-2-1 axı refleksiya daxırda olur da. bəli. Görürsüz 3N-i də yazmayıb. Niyə 3N-i yazmayıb?
Mənə sual düşər. Mən tutalım da mənə 2 dənə n ilə başlayan düşüb də, 2 dənə n ilə başlayan, bir dənə də k olmalıdır ya da bir dənə də h olmalıdır. Düzdür, önəmli deyil ki, sualın içində 4 dənə imin n olmalıdır. Yox, 2 dənə də n ilə başlayan. Amma mənim bunu 4 n1kh götürməyim üçün yanında bir dənə ya k hərf kim olmalıdır, ya da h ilə başlayanda, ya harada, ya hansı, axırda h ilə başlayan bir sual olmalıdır ki, mən onu 4 n1kh götürüm. Nəysə. Burada deyir, sən onun yerində olsan nə edərdin? Empatiya. Bir dənə işi solunda var, o da rollu oyun simulyasiya. Getdik. 8 müəllim. 15-ə məlumat deyə baxaq. 14-ə baxaq müəllimə. 14 ilə 15. Getmək istədiyiniz ölkəni müəyyənləşdirin, fikrinizi faktlarla əsaslandırın. Təhlil yazmısınız? A yazmışam müəllimə. Bəli, təhlil. Bəli. Bax, burada nəyi təhlil edəcəyik? Mənə deyirlər ki, Aysel, hansı ölkəyə getmək istəsən? Məsələn də, deyirəm ki, tutalım Türkiyəyə, məsəl üçün. Hə, deyir ki, fikrini faktlarla əsaslandır ki, niyə Türkiyəyə getmək istəyirsən? Özümə görə gətirirəm də, filan şeylərə görə. Bəyəm hər Türkiyəyə gedən mənim gətirdiyim faktları irəli sürəcək? Yox. Başqası da deyəcək ki, hə, mən də Türkiyəyə getmək istəyirəm. Nəyə görə, yəni faktlar gətir? O da başqa bir özünün, necə deyim, istəklərinə görə deyəcək. Onun da başqa baxış bucağı var da, belə deyək. Yəni bu dəyərləndirmə mərhələsidir. 15-də də yaratmaq yazmısınız yəqin ki. Bəli. 2024-ə qədər bu düz götürülürdü. 2024-də bunu dəyişdilər. Zaten taksonomiyada 2 məqam dəyişdi 2024-də. Deməli, müəllim şagirdlərə hekayənin əvvəlini təqdim etdikdən sonra dedilər ki, sonra bu hekayənin əvvəli var da, uşaq bunun sonunu gətirirsə, bu nəyə yaratmaqdır ki, bunun onsuz da əvvəli var. Uşaq hekayənin əvvəlini bilir ki, orada nə baş verdi, ona uyğunlaşdırıb sonunu gətirir, anlamaq. Hə, deyir, əgər yazsaydı ora ki, hekayəyə yeni sonluq yaz desəydi, yeni sonluq, bu olacaqdı yaratmaq. Ya da hekayəni özü yazıbsa, bu olacaqdı yaratmaq. Aydındırmı? Yəni bu anlamaqdır. Bunu yadda saxlayın. Hekayəni verib, hekayənin əvvəlini uşaq bilir. Sonunu ona uyğun gətirirsə, ona uyğun göstərirəm, ona uyğun. Deməli nəsə var da, deməli anlayıb ki, ona uyğun gətirir. Bu olur anlamaq. Desə ki, yeni sonluq yaz, yaratmaq götürə bilərsiniz. Bilmirəm. Buyurun. 15-dən sonra 18 müəllim. Mən D yazmışdım bura. Fiqi. Bu da mənim ixtisasıma uyğun deyil deyə bəlkə ona Eyni. görədir. Bəli. Müəllim Eldənizlər dövlətindən Atabəy Cahan Pəhləvanı keçərkən Eldəniz hökmdarı Qızıl Arslanın ədəbi əsərlərdəki rolundan danışır. Fikri hansı inteqrasiya növünə aiddir? Eldənizlər dövləti tarixdə keçirilir. Tarix Bunlar dərsi hansı var. tarixə aiddir? Qızıl Arslan yəqin ki. Məhəmməd olan. Aysu, hamısı tarixə aiddir. Bir də deyir ki, ədəbi əsərdəki, əsərdə ədəbiyyatda keçirilir. Hə. Onda bu nə olur? Fənlər arası. Fənlər arası, bəli. Sizcə ixtisas nədir? İngilis dili. Daha sonra 19 müəllimə. qəhvə niyə Azərbaycanda yetişdirilmir? Nə üçün? Bu da əslində çox sadə sualdır. 2023-cü ildə miqə düşüb. Bax, nə üçün? Səbəb nəticə. Konseptualın belə deyək, sualı, konseptual bilik hansı suala cavab axtarır? Niyə, nə üçün? 100% ya faktoloji ya deklarativ zaten eyni şeydir. Onlardan birini yazmısınız. Faktoloji götürmüş. Bəli. Faktoloji götürmüsünüz, bəs burada deklarativ də var axı, onun ikinci adıdır. Deyil, yəni bunlar deyil. Faktoloji və ya deklarativ bilik kimlə, harada sualını cavab axtarır? Yoxsa özür yazmışdın, yoxsa istifadə Yo, yo. olunub imtahanlarda? Yo, bax yazmışam hamısı yanında. MİQ suallarıdır 2023-də. Hə, ya çətin sayılır. Bu dəqiqə də səhv olsa normal saymaq olar. Çox da səhv ona görə. 4-5 səhv normaldır. Oje daha çoxu normal sayılmır. 7 Ondan dən çox da. İndi burada bir dənə də məqam var da. Burada çoxu taksonomiya sualdır. İmtahanı bu qədər taksonomiya Bir düşmür. dənə şey deyim sizə. Mən özüm indi başlamışam təkrar etməyə. Günə bölmüşəm də. Ta ki 30 mövzud, 30 Hə, günümüz Allah. var idi. Var idi. İndi 15-i keçirdim əvvəldə. Aha, Təkrar edilməyindən səhv yoxdur. Amma eləmədiklərindən Super. var. Yəqin ki, Super. düzələr onlardan. Təbii ki. Bir də dediyim Məsələn, kimi sizin burada taksonomiya təkrar eləmişəm. Sizin sözünüzə qüvvət çoxu deyəndə 5-6 dənə var da. bəli, özüm Hə. biraz bura artıq saldım taksonomiya. Bilirəm Hə. ki, yaralı yerimizdir. Məsələn, bilik İmtahana bu təkrar qədər düşmür də. Hə. Yəni təkrar elədən düşmür amma.
Əla. İndi məsələn, indi ola bilər ki, sizdə 18 səhv çıxıb. 18 yox. 18 səhv? Yox, 7 Yo, səhv. yo, yox. 2 dənə. 18-ci sual deyirəm düz yazmısınız, səhv. Yo, 18, 19, 20 düzdür. 18 nə idi? Hə, nə Ha, bu bilim deyirəm asaddır, bu tarixdir inteqrasiya də. asaddır. Hə. Sonra məsələn Çünki biri orada fiziki tərbiyə sualı idi. tarixdən də söhbət gedir, ədəbiyyatdan da. Aydın məsələ 2 Bəli. dənə fən var da ən azı. Ay Hə. sağ ol. Yo, Allah asaddır. Hə. Amma hərdən inteqrasiyada doğrudan elə düşür ki, məsəl üçün keçən dedim, mənim öz sahəmə aid yoxdur isə çox çətin düşür, tapmaq olmur. Ona görə burada deyirəm ki, asıl suallar çox asandır, çətin suallar çox çətin. Ona görə soruşdum. Yəni imtahan səviyyə suallardır bunlar. Dediniz hə. Ay, qəbul. Bu məsələn dünənlərin bu 18-ci sualı bu Eldəzə dövlətini başqa qrupda işlədəndə müəllimin biri qayıtdı ki, ay da deyir, müəllim yaralı yerim. Deyirəm, nə oldu? Deyir, keçən il imtahana mənə düşmüşdü, səhv yazmışdım cavabı. Deyirəm, asandı idi axı bunu necə səhv yazasınız? Özü ixtisasa görə düşüb. Hə, belə. Yəni qəbula düşən suallardır. Bir dənə biri 2023 idi məncə, qalanları 2024. 20-ci sualda bir dənə 20-ci sual bu il Naxçıvan müəllimlərinə düşən sertifikasiya sualı idi. Sonra bir də artikulyasiyanı səhv, o da elə taksonomiyada Hə, hədəf elə o baxımda. O normaldır. bax, o sual səhv idi məndə. Hə, o sizdə normaldır. Onu məsələn başqa ixtisaslar səhv yazanda o qədər də şey eləmirəm də, deyirəm ki, indi öz ixtisası deyil deyə normaldır. Onu fiziki tərbiyələr məsələn hamısı düz yazıb. Qalan ixtisaslar həmişə səhv yazıb. Fiziki əsas onlar düz yazsın, vəsə. Sizə o eləsi düşməyəcək. Görək də indi inşallah. İnşallah, inşallah. Yox, oxuyursunuz, əziyyət çəkirsiniz. İnşallah Allah hamının əziyyətini yerdə qoymaz. Çalışırıq da əlimizdən gələni az-çox eləyirik. Bəli, bəli, əsas odur ki, edirsiniz. Bir var, mən xoşum gəldi Bir də işləyən bir qrup. şeylər mənə yadına qalmır. Hə, necə? Hə. Buyurun. Heç nə deyirəm, xoşum gəldi işləyən qrup. Qrup var Hə, ki, ömrümü yeyirlər, o qədər Şeyə tənbəldilər baxırım, yəni. sizin də danışa-danışa bu iş üsulları yox, nədir bu? Zigzaqla nə deyirlər? Onlar qarışdırıram. O da səhv idi, bax dedim, sağ ol. Hə, hə. Buna tutmaq Bax, olmur da. Hamısının siz- əlamətləri hamısında var da. Müzakirədə çoxunda var, debatda var, Bax, Sokratda var. Hə, tutmaq olmur. sizdə də elə bir Yəni- ixtisasdır ki, ingilis dili. Çox Hə. düşə bilər sizə. Bax, zigzaqdır, Düşə bilər, hə. Freier'dir, Sinkveyindir, Hmm. proqnozlar. Humanitar fənlərə düşəcək ki, çoxu mətndən bağlı olanlar. Yəni siz, filologiyadır, ibtidaidir, sonra tarixdir. Bax bunlara düşəcək. Məsələn, texniki fənlərə deyirəm ki, riyaziyyatçılardır, deyirəm ki, o zigzaqdır, Sinkveyindir, Freier'dir. Onları oxumayın. Çünki onlarda mətndən söhbət gedir də, boş-boş o nəyə öyrənirsiniz. Amma sizdə düşə bilər hamısı. Evet. Belə. Burada bitdimi? Bəli. Bəli. Evə nə vermişdim? İş üsulları, Yəni formaları. buyur da, iş üsulları. Aa, Əlimdə iş formaları. iş üsulları şu an. Onda biraz sual-cavab eləyək. Tamam. Başlayaq kimdən? Bu Dark Şans var ya, o Nərmin xanımdan başlayaq. Bəli. Hə. Nərmin xanım, sualın cavabından sual çıxır. Sokrat dialoqu. Hansı təfəkkür var içində? Tənqidi təfəkkür. Bəli. Sokrat dialoqu müzakirə yoxsa problem həll etmə işi üsuludur? Müzakirə. Bəli, müzakirə. Ay sağ ol. Tamam. Deyirəm ki, bu elə bir iş üsuludur ki, şagirdlərdə özünə inam hissi yaranır. Özünə fərdi iş. Hə, Hə? üsulu dediniz. Üsulu dediniz, Hə. yoxsa forma dediniz? Yox, iş üsulu. Özünə inam formalaşır. Tucala bilərəm bir daha. Beyin təməsi. Beyin əmləsi. Bəli, beyin həmləsi. Tamam, Nərmin xanım, beyin həmləsinin ikinci adı. Brainstorming. Sağ olun valla. Azərbaycanca deyil. Əqli. Beyin əmləsi. Əqli Əqli hücum. yoxdur. Ay sağ ol, Hə. əqli hücum. Beyin əmləsi də var da, yox? Yoxsa o ayrıdır? Hə də o da elə. Eyni şeydir. Hə. Hə, dediniz Azərbaycan. Hə, su, brainstorm. Yox, ingiliscə dedi, nə dilində danışdı o qız? İngilis də deyirlər. Hə, düz Hə. elə də deyirlər. Hə, brainstorming. Hə. Elə Deməli, tükenməz hə, Bir də kelime olarak. ixtisasını İngilizce soruşursunuz, bilmezler. ixtisasla bağlı ona görə. Hə. Hə. Düşə bəlkə düşər. Məsələn, 3-nin adı qızıl dairədə. Golden Circle düşür də, Circle-dır hə, nədirsə, ay sağ ol. Golden circle. Hə, elə bəlkə sizə düşə bilər. Yaxşısınız da, bilirsiniz yəni. Tamam.
Beyin həmləsi dərsin hansı mərhələsində həyata keçirilir? Başlanğıcda. Yəni adı nədir o başlanğıcın? Biri var refleksiya sonda, biri var başlanğıc. Yəni cəlb etmə, Cəlb etmə. motivasiya mərhələsi. Tamam. Tamam. Hı. Yəni ingiliscəmiz o qədər superdir ki, Azərbaycanca çətinlik çəkirik o dərəcə. Tamam. Bəs yaxşı, fərdi işin çatışmayan tərəfi nədir? Əməkdaşlıq olmur orada. Əla, yəni sosial bacarıqlar inkişaf etmir. Başqa? Çatışmayan tərəfi. Orada müəllim yoxlaya bilmir, tam qiymətləndirə bilmir bütün uşaqları. Bəli, çünki Vaxt az olur. vaxt az, əla. Qəşəng. Empatiya hansı iş formasında olur? Empatiya, cütlərlə iş, Əla, başqa? qruplarla da iş ola bilər. Qəşəng. Cütlər və ya qruplarla işdə intellekt və şəxsiyyət tipi olaraq hansı uşaqlara xoş gəlir? Ekstra, introvert var, bir də ekstravertlər də olur. Aha, ekstravert şəxsiyyət tipi, bəs intellekt tipi olaraq? Fərd daxili yox, o birisi. Şəxslər arası. Bəli. Aha, tamam. Təşəkkür. Dürdanə xanım, Bəli, müəllimə. geniş spektrli sualların verilməsi. Geniş spektrli sualların verilməsi. Müzakirə xəritəsi. Bəli, bəli. Deyirəm ki, şagirdlərdə auditoriya qarşısında çıxış etmə bacarığı formalaşır. Debat. Əla. Debat hansı iş formasında olur? Qruplarla. Əla. Hansı təfəkkür və taksonomiyanın hansı mərhələsi olur? Necə müəllimə? Təfəkkür və taksonomiyanın mərhələsi. Təfəkkür və taksonomiyanın mərhələsi olaraq dəyərləndirmə taksonomiya. Bəli, əla. Bəs təfəkkür? Təfəkkür olaraq da tənqidi təfəkkür. Ay, sağ ol, düzdür. Tamam. Deməli, debatda dedik ki, formal və qeyri-formal debat ola bilər. Formal nə deməkdir? Formal, yəni əvvəlcədən hazırlanmış şəkildə, qeyri-formal Yəni- ani, yəni Spontan. spontan Bəli. olaraq formalaşır. Ay, sağ ol. Hə, formal yəni ki, əvvəlcə mövzunu verirəm, uşaqlar gedir, araşdırma edir, vaxt təyin edirik. Bəli. 3 gündən sonra debat edəcəyik. Ay, sağ ol, Bəli. düzdür. Tamam. Deyirəm ki, mətndən bir sözü seçirik və o sözün tərifi, izahı, xüsusiyyətlər, Frayer qeyri-xüsusiyyətlər. modeli. Əla. Frayer modeli hansı iş formasında keçirilir? Fərdi iş. Bəzən də Cütlərlə. cütlərlə iş formasının çatışmayan tərəfi. Uşaqlar arasında münasibət düzgün olmayanda, yəni mənfi cəhət ola bilər də bu. Ki, bir-birlərinə düzgün rəy verməzlər. Ay, sağ ol. Bəli. Yəni rəy vermə bacarıqları zəifdirsə, Bəli. bir-birlərinin şəxsinə görə rəy verəcəklər. Düzdür. Bəli. Yaxşı, bunun qarşısını almaq üçün müəllim nə etməlidir? Bunun qarşısını almaq üçün empatiya hissi formalaşdırmalıdır şagirdlərdə. Və Bir də müəllimin qiymətləndirmə. özü Rubrik. müəllimin özü konstruktiv rəydən istifadə etməlidir və Hə, rəyin şagirdlərdə. əhəmiyyətini izah etməlidir. Aha. Ay, sağ ol. Tamam, əla, yaxşıdır. Layla xanım. Bəli, müəllim. Deyirəm ki, mətnin ümumiləşdirilməsi və yaxud da xülasəsi. Sinkveyin Sinkven hansı iş formasında keçirilir? fərdi olur Bəzən də cütlərlə. ay, sağ ol. Fərdi işin müsbət tərəfləri. Yəni şagird özünün yəni bir yolu olur da, özünü uyğun seçir, metakognitiv bacarıq onlarda yaxşı inkişaf eləyir. Bəli,
Bəli, düzdür. Fərdi iş formasını hansı şəxsiyyət və intellekt tipi olan uşaqlar sevir? Demək, fərd daxili, bir də introvert. Bəli, introvert və fərd daxili, düzdür. Tamam, deyirəm ki, əsərin adına görə hadisələri soruşuruq ki, sizcə bu əsərin adına görə hansı hadisələr baş verir əsərdə? Hansı iş üsuludur, yəni Bəli, proqnozlaşdırma. Proqnozlaşdırma. Proqnozlaşdırma daha çox hansı fənlərdə olur? Azərbaycan dili ədəbiyyatda, Humanitar, yəni bəli. şagirdin təxəyyülü İnkişaf etdirmək məqsədi ilə, düzdür. Tamam. Layihə. 4N 1KH. Bəli, 4M1K sonra Layihə var, sonra 3N qızıl dairədə var. Bura halda var layihə. Təzələrdən. Təzələrdən. SWOT analizi. Hə. 4M1KH-ın ikinci adı. Kipling modeli. Ay sağ ol, Kipling modeli. Deyirəm ki, bu iş üsulunda müəllim uşaqlara deyir ki, əvvəlcə məsələn əsəri oxuyun, sonra bildiklərinizlə görün üst-üstə düşürmü, yoxsa təqzibmi edir, yoxsa sizin üçün yenimi informasiyadır? Hansı iş üsuludur? Deyir, kənarda da qeyd götürə bilərsiniz. Mən təqzib edən, yəni bir də təsdiq edən, belə bu mənada dediniz, yoxsa qeyd götürmək? Insert deyil müəllimə. Insert metodu, bəli. Insert metodunun ikinci adı? İşarələr sistemi. Bəli, işarələr sistemi. Tamam. Deyirəm bu iş üsulu həm diaqnostik, həm formativdə olur. BIBÖ. Və Diaqnostik, formativ, bir də beyin həmləsi də ola bilər, yox. mərkəzə söz yazırıq. Klasterdə. Bəli, klasterdə. Tamam. Mədinə xanım. Buyurun müəllim. Mənim nəsə yadıma, adınız tanış gəlir, amma yadıma çox az gəlsiz. Siz dərslərə az yoxsa çoxmu Hə, bəzən. sual verirsiniz? Bəzən qoşula bilmirəm. Bir də testlərin səhvinə çox vaxt özüm baxıram deyənə demirəm. Hə, demirsiniz. Hə, ona görə yadıma çox gəlmirsiniz. Hə, amma adınızı görürəm. Prosta aktivlərdən sanki deyilsiniz də. Dedim yəqin az qoşulursunuz. Tamam. Hadisə və anlayışları müqayisə etmək. Venn diaqramı. Tamam. Şəxsi konseptual anlayış. Bilmədim. Ən zəif olduğum Müzakirə. Təsir. Yerdən danışmayaq da, aləm dəydi bir-birinə. Müzakirə xəritəsi, bəli. Şagirdlər bir-birlərinin zəif və güclü tərəflərini öyrənə bilirlər. Yoldaş qiymətləndirməsi var və diskussiya var. O şey deyil, 2 dənə qrup olur, daxil akvarium. Ay sağ ol. Bəli, akvarium. Tamam, deyirəm birgə öyrənmə var. Yenə yoldaş qiymətləndirməsi var. Sinfi aktiv saxlayır. Sinfi aktiv saxlayan şeydir, karseldir. Əla. Sürətli və çevik düşünmə. Sürətli və çevik düşün. Aksiyonda var idi deyəsən. Bəli, doğrudur. Tamam. Hər hansısa bir əşya və ya hadisələrin xüsusiyyətinin sadalanması. Əşya hadisənin xüsusiyyəti olması. Freyer, yox. O 4 dənə yerə bölürdük, onu deyirsiniz? Yox. Nigarə xanım. Aksiyon. Ay sağ ol. Yenə də aksiyon.
Tamam. Şagirdlərin bildikləri arasında nə dərəcədə düzgün əlaqə yarada bilib, bilmədiklərini yoxlamaq imkanı verən iş üsulu. Bilmədim. Tamam, bir dənə də ipucu deyim. İçində induktiv düşüncə var. Yenə bilmədim. Ən zəif olduğum hissə Anlayışın çağırılması mənim. Anlayışın çıxarılması, bəli. Tamam. Mədinə xanım, çıxış bileti motivasiya yoxsa refleksiya üsuludur? refleksiya olar. Şəxsi jurnallar, Hansı iş üsuludur? yəni motivasiya yoxsa refleksiya? Hə, şəxsi jurnallar refleksiya olar, o axırda yoxlayırlar. Beyin həmləsi, Beyin həmləsi motivasiyada olur da dərsin əvvəlində. bilikləri möhkəmləndirmək, Aid iş üsulu. yox, motivasiya yoxsa refleksiya? Hə, möhkəmləndirmək refleksiya da olar da, ən axırda möhkəmləndirir. İdraki aktivlik və ya idraki fəallıq, Dərs boyu olur da. yəni refleksiya yoxsa motivasiya? Fəallıq, motivasiya. Bəli, motivasiya. Əla, bunları yaxşı bilirsiniz. Tamam, deyirəm ki sizə, bu iş üsulunun içində, yəni belə deyim də, mən bu iş üsulunu keçirəndə beyin həmləsi ilə başlayıram. Hə, Sokrat dialoqunda desən beyin həmləsi var idi. Qərarlar Yox, hansı idi? Qərarlar alınır. Bəli. Bu elə bir problem həll etmə iş üsuludur ki, problem sırf real həyatdan gətirilir. Xəbərlərdə falan da eşidirik elə bir sözü. insident üzərində iş. Üzərində iş. Testdə yenə Yox. başımı tapıram, belə bilmirəm. Əsas test deyib yox. Təşəkkür edirəm. Nərmin Səfərova. Bəli, müəllimə. Deməli. Fikrin az sözlə ifadə olunması. Qısa lakonik, klasterdə var da fikirlərin. Başqa Sinkveyində də var lakonik. və Bir də var idi. hı, Qısa lakonik. Sokrat dialoqunda da var idi qısa lakonik. ay sağ ol. Bəs mətnin qısa və lakonik ifadəsi desəydik? Hə, o sinkveyindədir. Bəli, o sinkveyindədir. Tamam. Deyirəm ki, mətn bölünüb nömrələnir. Ziqzaq. Ziqzaq hansı iş formasında olur? Bu qrupla iş. Bəli. Daxili xarici qrup. Akvarium. Düzdür. Ana qrup, doğma qrup. Dəqiqə, daxili xarici ana qrup, doğma qrup deyilik. Yadımdan çıxdı. Ana qrup, doğma qrup. Zigzagdaydı mənim o. Ziqzaq, bəli. Hə. Əşyaların qeyri-adi istifadəsi iş üsulunda hansı təfəkkür inkişaf edir? Yaradıcı. Ay, sağ ol. Deduktiv düşüncə hansı iş üsulunda var? Deməli, deduktiv düşüncə, induktiv, deduktiv. Deduktivdə dəqiqə biri qərarlar ağacındadır. Yox. Hə? Deduktiv. Biri klasterdədir. Elə klasterdədir deduktiv. İnduksiyada anlayışın çıxarılmasındadır. Ay, sağ ol, düzdür. Nigarə xanım, Bəli. deməli, şagirdlər yanaşmalarını arqument gətirərək əsaslandırmalıdırlar. Debat. Debat. Ha, what? Nə? Nə baş verdi orada? Debat dedim. Yox, oradan bir səslər Səs gəlir. gəlir. Hə, Ayda müəllimə, bu uşaq şeyə bax, biraz uzaq oturum. Hə, yaxşı. hə. İngiliscə baxır. Hə, Hə, ağzıma deməli. gələn dildə bax. Tamam. Debat, başqa hansını da deyə bilərik?
Bu fikirlər ya, Sokrat dialoqu da əsaslandıra Tamam. bilər. Bəli, gətirə bilər. Başqa? Məsələn, orada da deyirəm ki, hərə öz mövqeyini seçir, sonra fikrini əsaslandırır. Hə, sinif üçüncüləri. Ay, sağ ol, o da ola bilər. Bəli. Məsələn, deyirəm ki, xəyali bir situasiyanı canlandırır. Simulyasiya. Düzdür, əla. Çıxış bileti refleksiya yoxsa motivasiya? Refleksiya. Refleksiya. Bibö refleksiya yoxsa motivasiya? Motivasiya. Eyni zamanda. Amma refleksiya da ola bilər də, hə, orada Ay, çünki sağ ol. Bəli. 3-2-1. Refleksiya. Ay, sağ ol. Deyirəm ki, şagirdin anlamasını və marağını ölçən iş üsulu. O bir bəzən o anlayışın çıxarılması idi deyəsən, bəzən anlamasında yoxdur. Bir də 3-2-1-də idi. Ay, sağ ol. Yox, 3-2-1 düzdür. 3-2-1 düzdür. Bir də biri də A var idi, bəzən də anlamasını yoxlamaq üçün. Bibö O idi. nə? Bibö. Bibö. Hə. İkisi, belə deyək də, bu keçənin miqə düşüb bu sual. Eyni bu cür idi. Şagirdlərin anlama və marağını ölçən iş üsulu. Bəzi ixtisaslarda sadəcə 3-2-1 yazıblar da, heç bibön adı olmayıb. Bəzi ixtisaslarda da cavabı bibö vermişdi. İkisi də düzdür. Hə, əgər sualı biraz daha mürəkkəbləşdirib yazsaq ki, şagirdlərin anlamasını və marağını ölçən yalnız refleksiya üsulu desəydi, O zaman 3-2-1. bəli, o zaman 3-2-1. Çünki ikisində də maraq var da, istəyirəm, biləm. O birisində də deyir ki, 2 dənə mənə maraqlı gələn. Amma anlayışın çıxarılmasının maraq söhbəti yoxdur. Anlamaq var, amma maraq yoxdur. Ona görə onu götürə bilmirik. Tamam. Getdik. Deyirəm ki, qeyd götürmə hansılarda var? O qədər elə Ən çox. insertdə var, işarələrdə. Bəli, var. 3-2-də, 3-2-1-də. Yəni, Bəli, burada da var, düzdür. Orada bir dənə da də var, amma deyəsən yadımdan Bibödə çıxıb. də, əslində bibödə də götürmək olar. Hə, Orada da var da, Harda? nəyi bilmək istəyirəm. nə bilmək istəyirəm. Bəli. Tamam. Deyirəm ki, bu elə bir iş üsuludur ki, mən bunu eləsəm 4 iş formasından da istifadə edəcəm. Düşün, cütləş, bölüş, paylaş. Bir də Və- qartopası, Və bir dənə də var da o Aha. sinif üçüncüləri. əla sinif gücləri. Qartopunu bilməyim üçün mənə bir açar sözü deyin. O elə bir ki, qrup maksimum 4 nəfərdən olur. Düşün, cütləş, bölüş, Bəli, paylaş. orada. Bunda 4 nəfərdən Aha. olur. Qartopasında 8 nəfər də ola bilər. Əla, çox qəşəng. Tamam. Orxan müəllim, edəkmi, etməyəkmi? Həmin soruşun. Aha. Tamam. Deyirəm ki, şəxsi konseptual anlayış, Hansı iş üsulu. üsulay? Bəli. İş üsulu, o şeylər vardı. 4 dənə onlardan bir şey soruşsa, fərdiyə aiddir o fərdi. Yox, iş üsullarını soruşuram. Çox olanlar var. Çox olanlar. Aha. Fərdi konsept. Fərdi nə? Konseptual? Şəxsi konseptual anlayış. Çoxunda ola bilərdi o. Bilmirəm axı elə. Çox variantlar olsa testdə tapmaq olar. 30 neçə dənə üsuldur. Bilmirəm Yazdılar o. aşağı. Nə? Yazdılar deyirəm aşağı. Müzakirə xəritəsi. Müzakirə xəritəsi. Tamam, belə deyək. Problemi irəli sürən tərəf həll yolunu da özü seçir. O şey deyil də, Sokratda deyildi o. Sokratda yalan. problem yoxdur. Debatda da onda deyir. Bəs buraya gəlib təkrarlamışam. Məsələn, keçən dəfə mən özüm deyirəm, siz verilərinizi eləyirəm. Şeylər eləmişəm, o 4 dənə var idi. Hə, İş üsullara gedirdi o. Qruplarla, fərdi cütlərlə, siniflə. Onu iş yaxşı bilirəm. formaları. Hə. Yaxşı, Bəli, oradan bəli. verin sualları. Hə, Tamam. zəhmət olmasa. Hə, bunu da eləyəcəm. Qrup işinin çatışmayan tərəfləri. Qrup işində Hı. bir tərəf elə passiv qala bilər də qala bilər. Yəni, bu Aha, bəli, mənfilərdən passiv artıq, qala bilərlər. Düzdür. Hə. Sonra, Sonra? hə. Bir də bir-birinə qiymətləndirmədə şəxsi qərəzlikdən dolayı yəni belə bir şey var diyor da düzgün qiymətləndirmə aparılmıyor belə də şagird qiymətləndirməsində qrup işində şagird qiymətləndirməsi Hə. var axı. Bəli, düzdür, Bəli. ola bilər, o da ola bilər.
Sonra bəli bax yazılar. Sonra Xaotik tam səs-küy değil, ola əsas bilər. İndi xaotik səs o şeydəydi axı, siniflə deyildi. Hə. yox, o qrupda da ola bilər. Ümumiyyətlə qrupla işdə Hı. səs-küy olmalıdır. Təbii ki, Bəli, işgüzar. Amma xaotik bəli. olmaz. Hə, indi bu xaotik olmasın deyə müəllim nə etməlidir? Müşahidə olmalıdır, müşahidə eləməlidir qruplar. Məsələn, siz dərs vaxtı siniflər partaların arasında gəzməlisiniz. Amma siz də Düzdür. demişsiniz, o dərs vaxtı. Yəni, Ay sağ ol. elə, hə, nəzarətdə saxlamalıdır. Yəni, bir tərəfi, yəni, 5 dənə qrupdan gəlsə söhbət, məktəbdə var ki, 25 şagird, hərsə 5-5. Hamısı eyni vaxtda nəzarətdə saxlamalı. Yəni, gəzməlidir də dərs boyu partaların arasında Bəli, belə deyək. bəli, çox gözəl. Ay sağ ol. Hı. İndi görürəm ki, bir qrup çox belə boş-boş, xaotik səs-küy yaradır. Yəni boş səs-küydür bu. Nə etməliyəm? Onların ən məşğul olması tapşırıq verilməlidir də. Yəni, bütöv qrupda, hə, tamamilə. Yoxsa hər Hə, bütün qrup verilən olaraq. tapşırığı icra eləyib vaxt bitiribsə, əlavə bir tapşırıq vermək olar da. Yəni, nəsə müzakirəsi var. Məsələn, tutalım, qayda qoya bilərik. Bəli. Müəllim mi qoyur, şagird mi qoyur? Şagird də özləri qoyardı deyə daha yaxşı olur da məsləhət Birlikdə. elə. Müəllim və Birlikdə, şagird hə. birlik. Ay Bəli, sağ ol. Tamam. Fərdi işin müsbət tərəfləri. Fərdi işin müsbət tərəfləri öz fikrini ifadə edə bilir. Sərbəst işləyir də. Məsələn, mənfi cəhətdə vaxt çatmamaq söhbət ola bilər də, yəni hamıya Bəli. ayrı-ayrı vaxt. Bəli. Məsələn, fərdi işdə hansı bacarıq inkişaf Məsələn, o edir? testlərdə yeni deyirəm, Baxanda məsələn, görürsən. yazılı testdir. Tutaq ki, 3-5 seçdim, 1-3-5. Onlar çoxu 99 və 40 dənə test idi. Yəni səhvim olardı onlar. Yəni yaxşı idi. Əla. Evet. Əla. bir dənə Bəli, sual adamlarda Fərdi işdə nə? fərdi işdə nə dedim ay Allah? Eyni vaxtda Hə, danışdın. dedim ki, hansı bacarıq inkişaf edir? Fərdidə məntiqi düşünmə, tək özü də tənqidi də ola bilər. Hə, tənqidi düşün. Tamam, onlar inkişaf edər. Bacarıq olaraq var Bacarıq məsələn, nə bir dənəsini deyim mən bir yadıma salmaq məsələn var sosial bacarıq, var metakognitiv bacarıq. Sosial inkişaf eləyənməz, orada fərdi daxil. Ay sağ ol. Fərd daxili bacarıqlar inkişaf elə belə. Şəxslər Bəli, arası yəni yox. metakognitiv bacarıqlar. Ay sağ ol. Əla. Mütəfavit var. Firuzə xanım, sonradan Bəli, mən- qoşuldunuz. Salam. Salam. Deməli, deyirəm ki, problem həll etmə işi suludur, problem sırf real həyatdan gətirilir. Insert. Biraz daha dəyişir. 100% adını səhv saldınız. Problem həll etmə. Qərarlar ağacı. Yox, inserti deyirəm ki, bilirəm səhv dediniz də adı başqa cür deyil. Demişəm. Hə, adını videoda yox, Hə. o adı başqa cür idi. O işarələr idi mənim insert olan. Ay sağ ol. O bir adı deyən bir dəqiqə ayda. Xəbərlərdə Insert. tez-tez deyirlər. Sinektika. Niyə oxuyursunuz aşağını? Xeyr, bax sizi çaşdırdılar. Yox, mən yox, insertə yaxın addır. Nəsə adı. Bəli. O adı Allah. Real həyatdan götürülür müəllimə. Ay sağ ol. İnsident. İnsident. Bəli. Hə, bilirəm, hep yadıma düşmədi. Mövcud biliklərin aktivləşdirilməsi və deduksiya var. Klaster. Bəli, bəs induktiv düşünmə hansındadır? İnduktiv, yəni xüsusidən ümumiyə doğru anlayışın çıxarılması. Aha, düzdür. Əvvəlki biliklə yeni bilik arasında əlaqə qurmaq bacarığı. Əvvəlki ilə yeni BIBÖ. Bəli, düzdür. BIBÖ dərsin hansı mərhələsində olur? Əvvəlində də ola bilər mənim. Bəli, sonunda da. Sonunda da. Düzdür. Şagirdlərdə qısa şəkildə mövzunun əsas ideyasını ifadə etmək bacarığı. Sinkvein. Bəli, düzdür, Sinkvein. Mətnin əsas fikrini lakonik şəkildə ifadə etmək. Elə bu da Sinkvein olar. Bəli, o da Sinkvein. Bir saniyə. Sinkvein hansı iş formasında olur? Fərdi. Bəzən də Qrupla. Yox, bütün siniflə. Yox. Fərdidən nətər getdiniz, çıxdınız bütün sinifə? Yavaş-yavaş da fərdi bəzən də cütlərlə. Amma bəs içində də olan o deyildi, hə? Yoxsa başqa qarışdırdım bəlkə də.
bütün iş formalarında olan Necə? bütün iş formalarında olanda, yəni hər dördündə də olan Hə, hansı? təlim forması Onu- gedir də, hə, adı müəllim. 4 dənə elə deyirlər də. 4 dənə var. Amma o bizdə iş formalarıdır. O birisilər iş üsullarıdır. Hə, üsulları. Hə, 4 dənə 4 formalar. dənəsi iş formasıdır. Ay, o Ay, çox canım. olanlar iş Təlim üsullarıdır. forması deyirlər də ona, yox? Bəli. Hə, Çörək Tamam. kitabı elə deyirsən, təbii. Bəli. Heç nə, yaxşı. Bildim. Belə. Tamam. Bir dənə də sual deyirəm ki, şagirdin bildikləri arasında nə dərəcədə əlaqə yarada bilmədiklərini yoxlamaq imkanı verir. Anlayışın çıxarılması, Bəli. Diaqnostik və formativ qiymətləndirmədə istifadə olunan iş üsulları. 3 diaqnostik 3-2-1 BIBÖ, BIBÖ düzdür. 3-2-1 refleksiya üsuludur. diaqnostikdə istifadə. Beyin həmləsi də var. Bu da yoxdur. Deduksiya var içində. Bilmədim mən. Klaster. Klaster. Bəli. Klaster. Hə. Geniş spektrli sualların verilməsi. Müzakirə xəritəsi. Sürətli və çevik düşünmə. Auksion. Diskussiya var, yoldaş qiymətləndirməsi var. Şagirdlər bir-birlərinin zəif və güclü tərəflərini görürlər. Bu akvarium. Düzdür. Akvarium. Düzdür. Tamam. Evə nə vermişdik? Özümüz sınaq atmışdıq 2 dənə. EDU-dan 26-27, MHM-dən 24-25, bir də iş üsulları, təzə time, iş formaları, köhnə time. Daha yox istəyirsin. Varmıdır? Ay Allah, nə qədərdir? Elə Deməli, asan idi, onlardan sual olmayacaq çox da. Hə, iş üsullarından 2 dənə səhv çıxıb məndə mənim. Tamam, baxarıq. Səhifə 74. Səhifə 74. Buyurun. On altı müəllim. 16-ya qədər varmı? 42-dədir mənim. Tamam. 16. Bax, Miqin sualı. Eyni bu cür Anlamı, düşmüş. bacarığı, maraqlarını ölçmə imkanı verən üsul Bəli. hansıdır? Mən C yazmışdım buna. 7-2-1. Anlama bacarığını nə öyrəndik uşaqlar? Maraqlarını, 2 dənə mənə maraqlı gələn. 2 dənə öyrəndiyin, 2 dənə maraq gələn, bir Ay, dənə də sağ. qaranlıq qalan. Bəli. Və ya bibödür, yəni cavab bibödür ola bilər. İstəyirəm, biləm, yəni mənə maraqlıdır. O maraqlarını ölçür. Bu miqə düşmüşdü. Mən bunların yəqin ikisini bir yerdə qoymazlar elə. İkisindən birini verələr. Uzaqbaşı vergüllə qoyacaqlar yan-yana, eyni variantda. Getdik. Ya da ki, ikisini qoya bilər. Necə? Bayaq dediyim kimi. Deyir ki, anlama bacarığını və marağını ölçən yalnız refleksiya. Elə desə, onda 3-2-1-dir. Çünki bibö cəlb etmədə də olur. Belə. Deyin, 16-dan sonra 51-ə baxardı, ora qədər yox. var idi. Kimsə 40 neçə dedi. 42-də bir dənə səhvim var. Ay Allah, qırırlar bir-birlərinə. 42. Ay Allah, 42. Təsdiq edici və təqzib edici mövqe. Mən nə götürmüşəm ki? Mən onu sinektika deyil müəllim o. Yox, təsdiq edici, təqzib edici birindədir, o da debatdır. Bir tərəf təsdiq edən tərəfdir, bir tərəf təqzib edən tərəfdir. Mən nə ilə Debat. qarışdırdım? Sinektikada onu nə ilə qarışdırmışam? Bilmirəm. Sinektikada Orada da 2 tərəfi olur daxı, nəsə. olsun da, orada təsdiq, təqzib deyil. Mən problem irəli sürmüşəm, gözləyirəm ki, mənim problemimə həll yolu tapsınlar. Onlar da tapırlar. Bəlkə də o təqsib edici sözünüz adı mən nasıl başa düşməmişəm. Elə ona Təsdiq, təqzib edici inkardır da. Yəni biri təsdiq edir, biri inkar edir. Eləyib, biri inkar eləyir. Bəli. Bax, burada yazıb da qarışqa haqlıdır, qarışqa haqlı deyil. Hə. Debat. Debatdır, o da qruplarla olur.
Getdik. 42-dən sonra Lalə xanım neçə dediniz? 51. Bu deyəsən təzə oldu, hə? Bəli, bəli. Başa düşə bilmədim biraz. Aha, nə Mən yazmısınız? hə, ay yazmışam mən. Hı, tamam, oxuyun. Müəllim layihə işi çərçivəsində şagirdlərdən seçilmiş layihə mövzusunu SWOT analizi vasitəsilə təhlil etmələrini istəyir. Bu halda SWOT analizinin layihə işi zamanı tədrisdə tətbiq olunmasına əsas məqsədi aşağıdakılardan hansıdır? Layihə mövzuları strukturlaşdırılmış şəkildə təsnif etmə bacarığını formalaşdırmaq. Doğru cavabsa C variantıdır. Layihənin müxtəlif daxili və xarici amillər baxımından qiymətləndirərək əsaslandırılmış qərarların verilməsinə və planlaşdırılmanın aparılmasını dəstəkləmək. Bəli, deməli, SWOT-da layihə var. SWOT-da tənqidi təfəkkür var, qərar qəbul etmə var, dəyərləndirmə mərhələsi var. Burada da deyir də, əsaslandırılmış qərarların verilməsini, müxtəlif daxili xarici amillər, orada var da güclü tərəflər, zəif tərəflər və yaxud da ki, təhlükələr və yaxud da imkanlar. Bu daha doğrudur. Siz də A götürmüsünüz. Mövzuna dair mövcud məlumatları strukturlaşdırılmış şəkildə təsnif etmək. Yəni burada A-da siz nə deyir? Qruplaşdırmaq deyir. Burada amma təhlil etməsini istəyir axı. Təhlil etmələrini istəyir. Təhlil etməkdə təsnif etmə nə gəzir? Qruplaşdırmaq. Təhlil etməkdə əksinə parçalamaq var. Bax, daxili amillər, xarici amillər ayrı-ayrı yəni. Getdik. Növbəti. Bitdi? Bəli. Burada bitdi, tamam. Time'dan başqa nəsə var idi? Sınaq var idi mənim. 1-2 sınaq. Bu iş üsullarına aid idi. Hə. 113 idi deyəsən səhifə. Hə, siz yəni Time 2024-ü deyirsiniz. İndi sınaqlara baxaq, orada gəlirəm. Açılmayacaq. Sınaq işi var. İki dənə göndərmişdim. Bəli. Birini tapdıq. Aha, deyil. 9. Yəni ki, bu birinci olandı. 9. 9. Bu şəkillərin qrup şəklində fəaliyyətini aktivləşdirir. Bu əzbərçi sual deyib. Sinektikada bunun cavabı. Problemində müzakirə şəklində bir qrup digər qrupa problem irəli sürür, digər qrup o problemə həll yolu tapır və həll yolu taparkən öz aralarında müzakirə edirlər. Olur sinektika. Başqa? Başqa yoxdur məndə. Kimdə var? Heç kimdə yoxdur? Yoxdur müəllim. Tamam, onda ikincini gedək tapaq. İş üsulları sınaq 2. Burada deyil. Yoxdur. Yəqin ki, yoxdur. Yoxdur. Getdik onda Time 2024-ə. Deməli, burada səhifə 113 dediniz də. Bəli.
Aha, deyil. 2 səhvdir müəllim məndə. 2. Bəli. Yanlış istəyir. C-ni götürmüşdüm. Qrup və ya cütlərlə iş zamanı bəzi şagirdlərin iş zamanı yoldaşlarının arxayın olmaları, onların müstəqil problem həll etmə bacarıqlarının formalaşmaması deyir. Bəli, düz deyir də bu. Bəli, ola bilər bu. Formalaşmasına gətirib çıxarır. Oxuya-oxuya direkt elə C-ni götürmüşdüm. Fikir verməmişəm. Hə. Yəni inkarlığa həmişə diqqət edin, mütləq. Bəli. 21 var bir də. 21-ə qədər 21. 21. Hı. Buyurun. Uyğunluğu deyir. Dərsdə istifadə olunan iş formasını mövzuya uyğun seçməliyik. Bu düzdür. İl Nəyə ərzində düzdür? müəllim bütün dərsdə istifadə olunan iş formasını mövzuya uyğun seçməli deyilik. Tamam, davam edin, axırda deyəcəm. İl ərzində müəllim bütün iş formalarından istifadə etməlidir. Doğrudur məncə. Bəli. Doğru. Sinifdə şagird sayı çox olduqda bəzi iş formalarından istifadə etmək çətin ola bilər. Doğrudur. Hı. Bütün sinif və iş zamanı şagirdlərə müxtəlif fəaliyyətlər verib, onlarda yaradıcılıq bacarıqlarını inkişaf etdirmək olar. Bütün sinflə iş forması müxtəlif fəaliyyət deyil, eyni fəaliyyətdə birləşir. Bu səhvdir. Hı. İndi gəldik Burada 1-ə. nə deyə yazmışdım. D1, siz bunun 4-ünü doğru götürmüsünüz. Mövzuya uyğun yox. Baxın. Yenə gəldik o məşhur modelimizə. Təlim fəaliyyətinin içində nə yerləşirdi? İş üsulu, iş forması. O da nəyə uyğun müəyyən edilirdi? Təlim nəticəsinə, məqsədə. Yəni, bu yanlış idi. Bizdən də uyğunluq istəyir 2, 4. E variantı. Bilmirəm. Getdik 21-dən sonra. Bir də 34 var məndə. İki variant arasında qalmışdı. 34, aha. Sual-cavab prosesi zamanı hər kəsin anlamasını təmin etmək mümkün olmur. Mümkün Mən olur bura yazın. A-dan E, bütün sinif iş formalarından biri. Biz demədik ki, fərdi işdə axı olmur bütün sinifin hər bir cavabını yoxlamaq. Cavab yoxlamaq demir ki, anlamasını deyir. Fərqli götürülür onlar anlamasını. Yox, fərdi Anlama işdə, deyilsə, fərdi işdə nədə çətinlik yaşayırıq? Tapşırıq vermişik, onları bir-bir yoxlamaqda çətinlik, vaxt yoxdur. Dənə-dənə yoxlamağa vaxt yoxdur. Çətinlik oradadır. Problem orada yaşanır. Amma sual-cavab prosesi zamanı hər kəsin anlamasını təmin etmək mümkün olur deyirsə, siz indi nə götürmüsünüz burada? Fərdi iş. iki variant arasında qalmışdım. A-dan E. Yəni konkret cavab götürməmisiniz. Qrup olaraq Heç. müraciətimi sizə bildirirəm. Sizcə fərdi işdir, bütün siniflə maraqlı sualdır. Necə? Fərdi ümumi qrupa verirəm də bu sualı. Belə başa düşürəm ki, çox adam yazmayıb. Deyirəm ki, bu sualın cavabı fərdi iş olar, yoxsa bütün siniflə? Mən bütün siniflə olar da hamıyı bir-bir yoxlayır, bir tək-tək yoxlamır axı. Aha, ki, yoxlamaqdan deyil, hər kəsin anlamasını deyir təmin etmək, anlamalarını. Hər kəsə görə bütün siniflə götürərdim. Digər müəllimlər, siz nə deyirsiniz? Bütün siniflə olardan. Bəli, hər kəsin anlamasını deyirsə bütün siniflədir, fərdi deyil. Bəli, bildim. Çox sağ olun. Buyurun. Tamam, bu da bitdi. MHM dediniz. Müəllimə, Bəli. utancaq şagirdi müəllim əgər vaxt çəkdikdə də, yəni onun digər uşaqlarla qaynayıb qarışmağına kömək eləyirsə, burada inklüzivliyi təmin eləmiş olur, hə? Bəli. Sınaq neçə? 27. Bir dənə sınaqdır. Bir sınaqdır. Ay müəllimə, MHM-dən 24-25 deyil.
Bilmirəm ki, mən də sizdən soruşuram. Hansıdır Bəli, yəni? bəli. Bax, MHŞ 24 24 25-dir müəllimə. 24-25 tamam. Deməli 24-cü sınaq səhifə gəlir 191. Aha, deməli sınaq 24 buyurun. Deyin səhvinizi. Yanlış fikri müəyyən edin. Neçə? 41. Hə, 41. Buyurun. Mən A yazmışam. Ümumi təhsil müəssisələrində, peşə və orta ixtisas təhsil müəssisələrində, habelə ali təhsil müəssisələrində tabeliyində yaradılan məktəblərdə həyata keçirilir. Bəli, bu düzdür. Niyə C səhvdir? Orada yazılıb ki, ucqar kənd yerlərində şagirdlərin sayından asılı olmayaraq, nəsə də ibtidai və orta təhsil məktəblərinin az komplektli formada fəaliyyətinə yol verilmir. Verilir. Bir nəfərə görə də sinif açılır. Ucqar kəndlərdə o qədər də uşaq olmadığına görə bir nəfərə görə də o sinif açılır. Növbəti. Hadi 152. Aha, oxuyun 51-i. Portfolio qiymətləndirilməsi haqqında deyilən fikirlərdən hansı biri yanlışdır? Demək, mən C götürmüşəm. İstənilən qiymətləndirmə növünün nəticələri istənilən formada portfolioda saxlanıla bilər. Mən summativ saxlanıla bilməz də. Bir saniyə, bir dənə o biri qrupun dərsinin vaxtına giririk. Onlara bir dənə sınaq göndərmişdəsinlər. Deməli. Hə. 51-ə baxırdıq deməli. 51. Portfolio qiymətləndirməsi haqqında yanlışı istəyir. Nə, C summativ olmaz? Niyə olmasın? Kiçik summativləri qoya bilərik. Böyük summativ rəhbərlikdə qalır. Siz nə yazmısınız? İstənilən qiymətləndirmə növünün nəticələri istənilən formada portfolioda saxlanıla bilər. Bəli, diaqnostikdə, formativdə istifadə elədiyimiz essedimi, əl işləridimi və s. və ilaxır və kiçik summativ, bəli, yerləşir. Portfolioda materiallar nə qədər çox olarsa, bu həmin portfolionun keyfiyyətli olması anlamına gəlir. Hə, boş-boş yığım içinə keyfiyyətlidir. Yox. Aha, getdik. 152 mən summativ qiymətləndirmə ilə bağlı deyilən fikirlərdən hansı biri yanlışdır? Mən C yazmışam. Təmayülləşmə tətbiq edilən 10-cu sinifdə BSG həmin buraxılış fənlərindən həm də pedaqoji şuranın qərarı ilə maksimum 3 təmayül Bəli, fənində bu ola bilər. keçirilir. 10-cu sinif, belə deyək də, buraxılış sinifi deyil. Biz demişik ki, buraxılış siniflərində 4, 9, 11-ci sinifdə böyük summativ bütün fənlər üzrə keçirilir. Ortada qalan siniflər 5, 6, 7, 8, 10 əsas fənlər. Yəni Azərbaycan dili, xarici dil, riyaziyyat. Amma valideynlərin və şagirdlərin müraciəti ilə 3 fəndən də keçirmək olar. Təbii ki, onlar müraciət edirlər, pedaqoji şura qərar verərsə, digər fənlərdən də keçirmək olar. Bu düzdür. Deməli, gəldik. Niyə A kiçik summativ qiymətləndirmədə üzürlü səbəbdən iştirak etməyən şagirdə növbəti KSG-yə qədər iştirak hüququ verilir. Hə, üzürlü səbəbdəndirsə, növbəti KSG-yə qədər bəli veririk. Əgər şagird növbəti KSG-yə qədər gəlməzsə, o zaman şagirdə 0 və qayıb yazılır. Hə, gəlməzsə, qayıb və 0 yazılır. Qiymət yerinə yazılır 0. Val yerinə qayıb, qiymət yerinə 0 yazılır. Yanlışdır. Getdik. 52-dən sonra. 57. Aha. Sinif yoldaşının sınaqda qazandığı uğuru qısqanan Ziya deyir. Suallar asan olub deyə sən yüksək bal toplamısan. Dostu Ziyada niyə belə etdiyini soruşanda Ziya deyir. O şagirdin uğur qazanması mənə qıcıq edir. Ziyanın son fikri emosional intellektin hansı mərhələsinə uyğun gəlir? Mən yazmışam, B yazmışam. Amma adam hissini dedi axı. Məni qıcıq edir, paxıllanıram. Hissinin adını dedi. Demək ki, özünü dərk edir də. Hissinin adını deyir ki, onun bu cür olması mənim paxıllanıram, qıcıq edir, əsəb keçirirəm. Hissinin adını dedi. Özünü dərk. Növbəti.
Yoxdur mənim. Keçdik o birisinə. Digər müəllimlər, siz işləmisiniz, səhviniz yoxdur. İşləmişəm müəllimə. Səhvim var əslində. Yəni amma da Başa bildim də düşürəm. yəni. Bəh. Tamam, tamam. Əla, onda getdik. Amma bir dənə burada 51 var. 51-ə qədər. 51. Tamam, baxaq. Burada misalda axırıncı əməliyyat səhv olduğu üçün hesablamanın nəticəsi də yanlış alınıb. Verilmiş rəy haqqında deyilənlərdən hansı fikir doğrudur? Mən burada D yazmışam ki, şagirdi qapalı düşüncəyə aparır. Cavab Amma- A çıxıb deyəsən. Amma qapalı düşüncə yaparmır axı. İndi bu nədir? Ya Deyir, bizim- misalda axırıncı Çaylıdır o. Hə, deyir ki, misalda axırıncı əməliyyat səhv olduğu üçün hesablamanın nəticəsi də yanlış alınıb. Yəni uşaq tutalım ki, uzun ifadəli misalda 100 çıx mötərizəli falan, gəlib axırıncı etapda səhvə yol verib deyə bunun cavabı yanlış alınıb. Müəllim də onu deyir. Deyir ki, bax, bura kimi düz gəlmisən, yəni buradan bu tərəfə nə səhv hesablamısan deyə sənin cavabın səhv çıxıb. Məsələn, 30 çıxmalı idi, 25 çıxıb bu səbəbdən. Yəni deyir. Burası Burada- orada məsələn yazıb ki, həssaslıq və xüsusi olaraq verilib də. Mən fikirləşdim ki, başdan belə deməli ki, sən bura qədər düz eləmisən falan, Hə, elə başlamalıydıq deyə. Bəli, elə də olur. Amma burada da uşağı təhqir edici bir söz deməyib ya da ki, bu nədir səhv yazmısan deməyib. Sadəcə xüsusi də bəli, xüsusi ilə bildirir də, imanla misalın axırıncı əməliyyatını səhv eləmisən. Yəni dəqiq dedim ki, hardadır səhv. Evet. Yəni bu normal rəydir. Yox. Getdik. Həssas biz demokratik üsulda keçmişdik. Humanizm, həssaslıq, empatiya. Həssaslıq nə idi? Deyir, şagirdə səhvini ona kobudluq etmədən nəzakətli şəkildə bildirmək. Bu da kobudluq yoxdur ki, təhqir yoxdur ki, yox. Həssas olaraq vermişəm. Getdik. 51-dən sonra. Yoxdur? Xeyr. Yoxdur. Yox müəllimə, bir dənə də 57 var. Aha, baxaq. Neydi o? 8A sinfi fəal şagirdlərin çoxluğu ilə seçilir. Müəllim sinfə sual verəndə hər bir şagird dərhal suala cavab verir ki, bu da arzu olunmayan səs-küyün və qarışıqlığın yaranmasına səbəb olub. Müəllim sinfin idarə olunmasında nəyi səhv edib? Burada müəllim şagirdlərdə gözləntiləri möhkəmləndirməyib. Gözlənti möhkəmləndirilmir ki, möhkəmləndirmə bir dənə prosedurdadır. Öyrət, məşq et, Mən də möhkəmləndir. Aysa, 21 günlər qarışdırmışam. Başqa? Daha Edudan- yox mənim. Edudan neçə idi? 30 Sınav. hara yazmışam? 26, 27. Aha, sınav 26. Deyin, 26-da neçənci? Hı, Bir də müəllimə 7 var. Bir dənə 7 tapım var. ama. tamam. Burada 20. Ona kimsə sualı varsa tapıbsa oxusun. 3 müəllimə 3. Hı. Oxuyuram. Deməli, 3. Müəllim şagirdlərə ağıllarında olan bir təklif demələrini istədi. Alpaslan sinif yoldaşlarına bitki və heyvanları qorumağı təklif etdi. Şagirdin akademik göstəricisi zəif olduğu üçün müəllim ondan belə təklif gözləmirdi. Verilənlərdən hansı müəllimin yanlışa yol verdiyini göstərir. Mən bu ümumiyyətlə yazmamışdım. Müəllim şagirdlərə istiqamət vermədiyi üçün onlar mövzuda kənar təklif səsləndirirlər. Müəllim şagirdlərin rasional zəkasının onların daha doğrudan və yaradıcı fikir ifadə etməsi ilə sıx bağlı olduğunu düşünür. Şagird universal etik prinsipinə malikdir. Şagird emosional taksonomiyanın xarakterizə etmə mərhələsindədir. Müəllim şagirdlərin emosional zəkanın akademik göstəricisindən asılı olmadığını düşünür. Başa düşmədim sualı. Bizdən yanlış istəyir. Deməli,
Müəllim uşaqlara deyir ki, ağlınıza nə təklif gəlir, irəli sürün. Alparslan da deyir, sinif yoldaşlarına bitki və heyvanları qorumağı təklif eləyib və bu uşaqda tutalım zəif oxuyandı, məsələn 3-4 alandı da, müəllim də ondan bu cür təklif gözləmirdi. İndi bizə də deyir ki, müəllim harda yəni müəllimin yanlışa yol verdiyi cavabı istəyir. B-də deyir ki, müəllim şagirdlərin rasional zəka dərindən düşünməyimizdir. Daha dolğun və yaradıcı fikir ifadə etməsi ilə sıx bağlı olduğunu düşünür. Hə, yəni demək istəyir ki, uşağın zəif olmasını, 3-4 alan olmasını, rasional zəkasının, onların daha dolğun və yaradıcı fikir ifadə etməsi ilə bağlı olduğunu düşünür. Yəni onunla bağlı deyil də, həm rasional zəkaya aiddir tənqidi təfəkkürə, burada yaradıcı yazıb. Hə, başa düşdüm. Getdik 3-dən sonra. Oxuyum müəllimə. Hə, oxuyun. Müəllim sabahınız xeyir deyərək sinifə daxil oldu və stoluna tərəf gedərkən sinif otağına göz gəzdirdi ki, gəlməmiş şagird varmı? Şagirdlərin hallarını soruşdu, cavablarını dinləyərkən kitab qələmlərini hazırladı. Sinif otağına daxil olaraq növbətçi şagirdin verdiyi sənədi götürdü. Bunu edərkən o şagirdlərdən riyaziyyat kitabına müvafiq səhifəni açmağı xahiş etdi və problemləri birlikdə həll edəcəklərini söylədi. Yanında rəfiqəsi ilə danışan Ayşələ doğru addımlayaraq hər kəs hazırdır, hə, soruşdu. Şagirdlər ev tapşırığını nə zaman verək? Müəllim deyə soruşdu. Müəllim ev tapşırığının bitmə vaxtında lövhəyə yazdığını və ona baxıb yoxlaya biləcəklərini dedi. Situasiyaya əsasən doğru olmayan fikirləri müəyyən edin. Doğru olmayan, heç nə. Heç nə. O boyda əziyyət çəkib oxuyur, deyir heç nə. Mən fikir verdim, sizdə də var o. Doğru olan, olmayan. Həmişə ona fikir vermirsiniz. Mən iş yolundakı odur ki, məsələn fikir vermirəm. Axı təzədən baxıram mən o suala. Təzədən Yenə də yeni fikir eyni şey oxuyuram. O nətən ola bilər? Bilmirəm. İmtahanda etməyin bunu, xahiş edirəm. Dəli olaram. Aha, getdik. Məndə yoxdur. Başqa? Sınaq 27. Müəllimə, sınaq 27 müzakirə qrupundadır. Onu tapa bilməyəcəyəm şeyini. Bir də amma 9-a baxa bilərik. Bəli. Yəni çox deyir ki, axtaracağam müəllim vaxtımız. şagirdlərə Excel-dən istifadə etməklə Müəllim, mən ona psixomotor yazmışam. Psixomotor cədvəli deyil. hazır. Qiymətləndirmə cədvəli hazırlayır. Cədvəl hazırlamaq tətbiq etmək mərhələsi, o da gedir idraka. İdrakın mərhələsidir də, taksonomiya. Orada bilirsiniz nə çaşdırır? Bir şey yadıma düşdü. Məsələn, uşaqlar fənnində, texnologiya fənnində nəsə hazırlayırlar. Ay aman, ya Rəbbim, ya Rəbbim. O heç, o başqa bir şey. Orada əməlli nəsə düzəldirlər. Hə, orada hərəki baca psixomotor var. Çünki orada ardıcıllıq, artikulyasiyası yaradırlar, düzəldirlər, tətbiq edirlər və s. O Burada cədvəl var. belə deyim də, hə, o fənnin belə deyim, işi odur. Cədvəl hazırlamaq, sxem tərtib etmək, hamısı tətbiq etməkdir. O da idrakın içindədir. Sağ ol. Buyurun. Başqa? İşləməmişik ya müəllimlər. Mən 27 işləmişəm mən də. Aha, var səhvimiz. 2. Baxaq. Mən bir dənə maraqlıdır ki, ümumiyyətcə uşaqlar heç susmur da, yəni mən ikinci ildir bunu yaşayıram. 8-dən qızım durub, 8 tamamdan tezdən. 9-un yarısından da o birisi durub. Hələ də, yəni günortada yatmırlar. Dəhşət prosta. Yəni bu uşaqlar həyatı boyu sakit durmur. Ömür boyu qaynaşmadadırlar maşallah. Mən arada telefon verirəm, dərsdə oxuyanda amma ya da yəni ki 5-10 dəqiqə sakitçilik olsun. Fikrimi cəmləyə bilim dərsə. Tamam. 2. Siz istəyirsiniz səsi bağlayın, mən oxuyum sualı. Sinifdə müzakirə təşkil edən müəllim şagirdlərin zaman keçirtməyə hesablanmış suallarına təbəssümlə cavab verir.
və şagirdləri onların xəbəri olmadan elə yönəldir ki, onları da müzakirənin aktiv iştirakçısına çevirir. Bizdən doğru olmayanları istəyir. Adı deyir ki, sinxron formada təşkil olunmuş dərs şagirdlərin aktiv, bəli, sinxrondur da, çünki canlıdır. Müəllim təlimdə səmərəli öyrənmə mühiti yaradıb, bəli, çünki deyir ki, təbəssümlə cavab verir, onları da yönləndirir, bu da düzdür. Müəllim şagirdlərin suallarının mahiyyətini bildiyi halda onlara cavab verməklə şagirdlərin qurduğu oyunun iştirakçısına çevrilir. Sinifdə müzakirə təşkil edəməm, şagirdlərin zaman keçirməyə hesablanmış sualların təbəssüm cavabı, şagirdlər ondan xəbər olmadan yox, burada belə bir şey yoxdur, bu doğru deyil. Müəllimin fəaliyyəti şagirdlər dərsə cəlb edir, düzdür. Orada oyun qurub uşaqlar, hardadır oyun? Müəllim müzakirə keçirir. C-də yazıb ki, cavab vermək üçün şagirdlərin qurduğu oyunun iştirakçısına çevrilir. Harda qurdu oyunu? Müəllim müzakirə Yox, keçirir. deyirəm amma suallarına təbəssümlə cavab verir. Hesablanmış suallarına. Yəni hesablanmış nə deməkdir müəllimə? Hesablanmış suallarına. Müzakirə təşkil edən müəllim şagirdlərin zaman keçirtməyə hesablanmış suallarına. İndi nəsə burada hesablanmışı bilməm nə mənada yazıb. Nəysə də, yəni suallara təbəssümlə cavab verir. Yəni şagirdlərin suallarına təbəssümlə cavab verir. Və şagirdləri onların xəbəri olmadan elə yönləndirir ki, ona və belə deyim də, səhv cavablarda da yönləndirir ki, uşaqlar özləri cavab versin. Burada uşaq oyun qurmayıb. C-də deyir ki, uşağın qurduğu oyunun müəllim iştirakçısına çevrilir. Belə bir şey yoxdur. Müəllim fəaliyyəti şagirdlər dərsi cəlb edir, düzdür. Öyrənmə mühiti müsbət formada təşkil edir. Digər variantlar düzdür. Getdik. Başqa? Bir şey deyə bilərəm. Bu Bəli. qrupa bir dənə müəllimə yazıbdı ki, mən belə sualım var, qoşula bilmirəm. Onlara Nə sualıdır? baxacaqsınız, yoxsa Mədinə deyə adlı bir müəllimə yazıb. O mən idim. Çatdırdım özümü yarım saat. Tamam. Heç nə. Mən Yoxdursa, bəli. 15-ə baxa bilərik. Tamam, bəli, baxaq. Səsim yoxa vermir ki müəllimə. Yox, bax o verim. Şagird müəllimin rəğbətini itirməmək üçün davamlı olaraq dərsdə iştirak edir və tapşırıqları mükəmməl formada icra etməyə çalışır. Situasiya əsasən verilənlərdən deyir, hansı doğru deyil. Mən Bu buna rəğbətini itirməmək sözün gördünüzsə, bilin ki, bu uşaq qapalı düşüncədir. Hə. Bəli, Y də düzdür. Ona görə qapalı düşüncədir ki, müəllim bunun emosiyalarına yönəlik rəy verib. Sən bir ağıl dəryasısan. Bu deyir ki, mən müəllimin gözündə həmişə ağıl dəryası qalmalıyam. Onu rəğbəti itirməməliyim. Bəli. Fikirləşdim ki, burada nətər, yəni bir emosiyaya aid rəy zadı yoxdur. Yəni, o cür rəğbətini itirmək istəmirsə, bilin ki, müəllim o tərif deyib. Emosiyalarına yönəlik tərif. Amma D-də deyir motive edici rəy. Motive edici rəy normaldır, uşağı motivasiya etmək. Bu ola bilər. Amma bura uyğun deyil. Rəğbət sözündə şu motive edici rəy yoxdur. Çox sağ olun müəllimə. Deməli, evə tapşırıq. Deməli, MHM-də nədə qaldıq? 24-25. Vermişdim də elə. Bəli. 24-25 vermişdim. 26-27-ni işləyirsiniz. Edu-da 27-də qalmışıq. 28. Ümumi sınaqlara başlamışıq time-dəki. Yox müəllimə. Fəsil 3-ü bilmirəm işləmişdi, yoxsa 4-ü işləməmişəm. Hələ fəsillər var. Fəsil 4. Fəsil 4. Mən elə bilmiş onları bitirmişik. Fəsil 4. MHM Edu yazdım. Yaxşı, mövzu nə götürək? Təkrara. Harda qaranlığıq ki, onu götürək, onu sual cavab edək gələn dərs. Rəylər keçək də yavaş-yavaş, onlar qalıb. Nə tərsə problem əsaslı, nə bilim layihə əsaslı onları. Bəli, onlar. Onu götürək, təlim modelləri. 5-yə falan qalıb. İmtahana düşür. Təlimin forma və modelləri səhifə 62. Deməli, time səhifə 62. Amma o azdır da. Başqa nə götürək? Fasilitator müəllimi götürək. Götürmüşük o müəllimə. Onu götürmüşük. Nə verim mən sizə? Kompetensiya Onları götürmüşük. götürmüşük onda. Yaxşı. Tərifdə falan götürdük onları. Bəlkə Amma şey orada- götürək. Balaca mövzular olmalı deyib əlavə. Deyirəm, bəlkə bu rəqəmsal, tədrisdə dizayn düşüncəsi onları götürək təzələri.
Götürək müəllimə. Dərin bilik səviyyələri falan onlar nə idi o mövzunun adı? Hə, Kitabım yoxdur. Doq nəzəriyyəsi. Onu da o heç ümumiyyətlə biz keçmişdik. Dərin bilik. Yadımdan çıxıb. Keçməmişik. Keçmişik müəllimə. Bilmirəm. Məni şübhələr altına saldınız. Qrupa baxaram, material qrupuna baxaram, görüm göndərmişəm. Nəysə, keçməmişiksə də gələn dərs izah verərəm. Amma məncə keçmişik, keçməmişiksə izah verərəm, balaca bir dərsdir o. Hansı mövzu idi müəllimə? Hara getdi? Hə, Dərin Doq bilik doq səviyyələri. nəzəriyyəsi. 112, 118. Bunlar asandır. Hə, 3 dənə mövzu verdim. Bunların üçündə sual cavab edəcəyik. Yaxşı? Yaxşı. Yaxşı Oldu, müəllimə. sağ olun. Sağ olun. Sağ olun.